Biz üsyankarlarıq, biz ölümə, biz çürümeye karşı üsyan edenlerdenik. Bizim vəkilimiz isə İsa Məsihdir, bizim deputatımız İsa Məsihdir. O bəşərin nümayəndəsidir. Başa düşürsən, elə bil hər rayonun bir deputatı olduğu kimi gedib Bakıda, o bəşərin, o bizim bədənlərimizin nümayəndəsidir. Halleluya! Rəbbin uca adına izzət olsun. Əziz qardaşlar və bacılar, özünüzə çörək bölmə hazırlayın ki, sonunda çörək bölmə eləyəcəyik. Yavaş-yavaş çörək hazırlayın. Özünüzə şərab hazırlayın, Rəbbin qanını hazırlayın. Halleluya! Halleluya! Rəbbə izzət olsun, Rəbbin uca adına izzət olsun. Biz neydən danışmışdıq keçən həftə? Biz oruçdan danışmışdıq. Biz oruç barəsində başlamışdıq danışmağa. Biz danışmışdıq ki, yer tarixinin ən yüksək nöqtəsinə gəlib çıxmışıq. Biz danışmışdıq ki, biz düşüncələrimizi dəyişərək bunları qəbul edirik. Və biz düşüncələrimizi dəyişərək biz başa düşürük ki, başlanğıcda kəlam var idi. Yəni, başlanğıcda fikir var idi. Başlanğıcda düşüncə var idi. Biz yəni izah elədik ki, başlanğıcda kəlam var idi, o demək ki, yəni başlanğıcda fikir var idi. Başlanğıcda düşüncə var idi. Və biz başlamışıq indi düşüncəli şəkildə dua etməyə. Biz başlamışıq düşüncəli şəkildə oruç tutmağa. Və biz bunları edərək ölümsüzlər cəmiyyət oluruq. Başa düşürsən? Biz ölümsüzlər cəmiyyət oluruq bununla. Biz ölümsüz aləmə daxil oluruq. Biz səmavi padşahlığın enerji sistemindən danışırıq. Yəni səmavi padşahlığın qida mənbəyindən danışırıq ki, səmada İsa Məsih nə yeyir? Səmada İsa Məsih hansı nəfəsi alır, hansı hava ilə qidalanır? Səmada İsa Məsih nə ilə o öz enerji sistemini bərpa edir? Biz bu barədə danışmışdıq. Rəbbin adına izzət olsun. Rəbbin uca adına izzət olsun. Və bu günlərin biz onu davam edərək biz oruca daxil olacağıq. Çünki biz düşüncəli oruç sisteminə başlamışıq. İsa nə dedi? O dedi, tumarda mənim haqqımda yazılmış olduğu kimi mən də yazılanlara görə gedirəm. Biz oruca girərək öz bədənimizdə bizim barəmizdə nə yazılıbsa onları oxumağı öyrənirik. Bizim bədənimizdə yazılmayıb ki, bizim bədənimizdə informasiya yoxdur ki, sən ölməlisən, çürüməlisən. Bizim bədənimizdə ölməz və çürüməz Allahın yaratdığı və onun öz əli ilə yazdığı yazılar var, hansı ki, heç vaxt pozulmur, silinmir. Heç kim sənə yazılanı silə bilməz. Sənə kömək edə bilər kimsə ki, sən unudasan onu. Amma sənə yazılanı heç kim silə bilməz. Və bu tumarda, yəni sənin bədəninin əzəmətli, müqəddəs, çürüməz və bütün göylərdən uca olması barəsində məlumat var. Sənin bədənində məlumat var ki, o bütün göylərdən ucadır. Elmi surətdə Yaponlar belə axır tapdılar ki, insanın cismində, bədəndə, kletkalarda ölmək və çürümək barəsində məlumat yoxdur. Sənə şad xəbərim var bugün. Ölmək və çürümək barəsində bu bədəndə məlumat tapmadılar. Və sual yarana bilər, nə üçün insan ölür? Yıxılmış düşüncə, yıxılmış düşüncə. Sən görürsən içində kletkaların necə sevinir? Sən görürsən sənin için necə, sənin özün bədənin necə sevinir? Çünki biz onu məhkum eləmişdik ölümə. Çünki biz onun barəsində ancaq ölüm məlumat eşitmişdik. Və bu günlərin biz görürük ki, kilsələr ancaq ölüm təbliğ edir. Məyər İsa ölüm gətirdi yer üzərinə? Məyər İsa çürümə gətirdi yer üzərinə? Xeyr, o yer üzərinə həyat gətirdi. O ölməzliyi gətirdi, o ölüm üzərində qələbəni gətirdi. Budur xoş xəbər, budur müjdə. Budur həqiqət.
ki o yer üzərinə ölüm gətirmədi. Nə üçün sənə bu günə qədər ölümü təbliğ ediblər? Nə üçün bu günə qədər sənə çürüməyi təbliğ ediblər? Allah canların sağ eləsin, ediblər, etməyiblər. Artıq biz onlara qulaq asmırıq. Artıq bizim ölümlə ellənzənsiz söhbətimiz yoxdur. Biz ölüm barəsində düşünmürük, biz çürümə barəsində düşünmürük. Bizim ölümlə heç bir əlaqəmiz yoxdur. Çünki sonuncu düşmən olan ölüm məhv edildi, açıq şəkildə yazılıbdır. Və bugün o ölməzlik məndədir, o ölməzlik səndədir, bizdədir. Əgər məndədirsə, bu həm də səndədir. Çünki kəlamda deyilir ki, bədənin bir üzvü izzətlənərsə, bütün bədən izzətlənər. Bədənin bir üzvü ağrıyarsa, bütün bədən ağrıyar. Sən İsa Məsihin bədən olaraq, İsa Məsih mənim bədənimiz olaraq, biz bir bədən olaraq, bizim bir üzvümüz izzətlənibsə, İsa Məsih adlı üzvümüz, bədenin bir üzvü izzətlənibsə, bütün bəşər izzətlənib, bütün insaniyyət izzətlənib. Amin, amin, amin. Bütün kainat izzətlənib. Bütün əbədiyyat izzətlənib və biz o kəslərik ki, ölmə və çürüməyə qarşı inqilaba qalxanlarıq. Biz inqilabçılarıq və biz elə edəcəyik ki, yer üzərində ölüm məlumatını elə sıxışdıracaq ki, ona yer üzərində yer belə qalmasın barmağını basmağa. Biz yer üzərini bürüyəcəyik, biz ölməzlər, biz çürüməzlər. Halleluya, Rəbbə izzət olsun. Əziz qardaşım və bacım, özünə çörək bölmə hazırla, çörək bölmə olacaqdır bu gün sonunda və biz oruca daxil olacağıq. Ona görə də biz bu günlərin tumarda yazılanları oxuyuruq. Biz padşahlığın, səmavi səltənətin enerji sistemini araşdırırıq ki, orada İsa Məsih nə yiyir, orada İsa Məsih nə içir. Yadınızdadır, tələbələr dedilər İsa'ya, ona bir yemək verin. İsa dedi ki, məndə elə yemək var ki, sizin ondan xəbəriniz yoxdur. Əziz qardaşlar və bacılar, bizim o yeməkdən artıq xəbərimiz var. Aleluya! Bizim artıq o yeməkdən xəbərimiz var. Biz artıq bilirik ki, o yemək hansı yeməkdir. Biz o yeməyin artıq dadını keçən oruçda bildik və bu dəfə də yenidən onu biləcəyik. Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Məsih isə məndə yaşayır. Yəni Allahın bütün tamlığı, ölməzliyi, çürüməzliyi, həqiqəti məndə, səndə yaşayır. Başa düşürsən? 50 min, 2000 ildir bu ayələri oxuyub insanlar araşdırıb tapa bilməyiblər ki, nə deyir? Ancaq elə bu orada ancaq İsa'ya aiddir. Göydə olan hardasa ulduzun, bulutların dalında, arxasında, ayın arxasında olan İsa'ya aiddir. Xeyr, bu mənə aiddir. Bu bizə aiddir, bu bəşərə aiddir, bu insana aiddir. Fərqi yoxdur, müsəlmansan, xristiyansan, ateistsən, buddistsən, nəsən? Ata üçün sən evlatsan və ölməzsən, çürüməzsən. Aleluya! Rəbbin uca adına izzət olsun. Çünki Babel nə deyirdi? Allahın sırrı deyirdi mənə vəhy vasitəsilə bildirdi. Allah öz sirrini vəhy vasitəsilə bildirir bugün bizə. Bizə xüsusi sir açıldı. Və bu sir, keçən dəfə dediyim kimi, yalnız hələ başlanğıcdır. Hələ bu təzə başlayır. Biz padşahlığın enerji sistemini araşdırırıq. Biz araşdırırıq ki, orada İsa Məsih nə ilə qidalanır, nə yiyir və biz də ondan istəyirik artıq burada ola-ola onu edək. Çünki biz nəfəs almada özünüz bilirsiniz, biz mini oruca giririk. 2 dəqiqalıq, dəqiqə yarımlıq, yarım dəqiqalıq, 1 dəqiqalıq biz oruca giririk. Bu mini oruçdur. Halleluya. Rəbbin uca adına izzət olsun. Halleluya. Rəbbə izzət olsun. Biz padşahlığın enerji sistemini araşdırırıq. Biz deyirik ki, düşüncə var. Biz deyirik ki, başlanğıcda kəlam var idi, yəni düşüncə var idi.
Düşüncə, bu nə deməkdir? Düşüncə, bu həyatdır uşaqlar. Düşüncə həyatdır. Yəni düşüncə Allahdır, kəlam Allahdır. Başlanğıcda düşüncə var idi, yəni Allahı biz düşüncə adlandıra bilərik. Yəni o həyatdır. O düşüncədir bizə həyat verən. Və mən sənə sirrlaşmaq istəyirəm ki, mənim Allahım bətin deyil. Bədən deyil mənim Allahım, mən bədəndən asılı deyiləm. Mənim bədənim belə Allahdan asılıdır. Dəfələrlə yer üzərindəki Nuhun tufanının nümunəsini bizə xatırladıqlar ki, hətta orada yazılır ki, Allah hətta insanı yaratdığına görə peşman oldu. Bu bizə xatırlanır da biz bilirik bunu. Yazılıbdır bu kitabda. Deyir, o yer üzərində insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi. Yaradılış 6.6-da bu barədə yazılır. Ki Allah insanları yaratdığına görə peşman oldu və ürəyində kədərləndi. O ürəyində tövbə etdi. Dedi elə bil ki, bilirsən, bunu hələ izahını düz izah etməyiblər. Yəni Allah ürəyində tövbə etdi. Dedi ki, yəni ruha xor baxdılar. Onların bütün düşüncələri hər zaman yəni pis idi. Allah gördü ki, onların bütün düşüncələri pisdir. Hamısını götürüb boğdu, belə yazılıbdır. Biz isə bunu oxuyaraq düşünürdük ki, doğrudan mı Allah insanı yaratdığına görə peşman olur? Görəsən Allah həqiqətən mi insanı yaratdı və peşman oldu, bizə belə başa salıblar. Belə bizə izah eləyiblər ki, nətər yəni sənin oğlun doğulub, sənin qızın doğulub, sən dünyaya uşaq gətirmisən və peşmansan. Amma onlar, burada söhbət ondan getmir. Burada, onun üçün bir fikirləşə bilərik ki, görəsən həqiqətənmi? Sual verə bilərik Allaha ki, sən həqiqətənmi peşman oldun? Amma Allahın sözlərinin və onun peşmançılığının mənası bu idi ki, nə idi Allahın peşmançılığı? O gördü ki, onların həyatı şuursuzdur, şuursuz həyat yaşayırlar. Düşüncələri hər zaman pisdir. O, onun bədənini yaratmağa peşman olmadı. O, məhz bu düşüncə tərzini ruha etinadsızlıq adlandırdı ki, onlar ruha etinadsızlıq elədilər. Yəni, mənə qarşı etinadsız oldular. Ona görə də indi sənə istəyirəm ki, diqqətli olasan, diqqətli ol. Dünya sözün əsl mənasında ruha etinadsızlıq etdilər, onları əbəs yerə yaratmışam. Yəni, şuurunuz həyatın mənası yoxdur sözləri ilə boğuldu. Onların şuurları həyatın mənası, yəni Allahın mənası yoxdur sözləri ilə boğuldu. Gəlin indi nəticə çıxaraq. Onları öldürən hava çatışmamazlığı deyildi. Ruhun olmaması onları məhv etdi. Ona görə deyilir ki, ruhsuz bədən ölüdür. Yəni, ruha etinadsızsansa, hətta yaşayırsansa, nəfəs alırsansa belə, sən ölüsən. Şuurlu şəkildə, yəni nəfəs almadılar. Kifayət qədər hava var idi. Və onlar fikirləşirdilər ki, niyə yeməkdən başqa şey haqqında düşünək ki, daha yemək var da, bəs də bizə yemək. Yəni, onlar ruha etinadsız yaşadılar. Ona görə Allah dedi ki, mən peşmanam, onların düşüncəsinə görə, onların düşüncəsi düzgün düşünmür. Ümumiyyətlə, heç düşünmürlər. Ona görə də yazılıb ki, Filiplər 3-cü fəsil 19-cu ayə. Onların sonu həlakdır. Onların Allahı qarınlarıdır. Bilirsən, artıq onlar qarınlarından başqa heç nəyə qulluq etmirdilər. Öz rüsvayçılıqları ilə fəxr edir. Yalnız dünyəvi şeylər barədə düşünürlər. İndi başa düşdün Allah nəyə peşman idi? Ki onların düşüncəsi ölmüşdü artıq, düşünmürdülər. Onlar elə deyirdilər, yemək var, bəsdir. İçmək var, bəsdir. Onların Allahı qarınlarıdır. Onların şahzadəsi Efeslər 2-ci fəsil 2-ci ayədə deyir.
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, havada olan, iblis barəsində deyilir burada. Yəni, indi Allaha itayətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq, bu günahların içində həyat sürdünüz. Çünki onların hökmdarı, ağası havadakı hökmranlıq edən idi. Amma Tanrı, bizi yaradan Ata Allah, dünyanın enerji sistemini sadalayır. Allah deyir ki, mən qidayam, mənəm qida. O deyir ki, Allah deyir ki, hava mənəm, nəfəsim mənəm. Sizdə bunların hamısı var, çox gözəl vəziyyətdə. Amma siz hava olmadığına görə yox, ruha laqeyd olduğunuz üçün öləcəksiniz. Kim ki ruha laqeyddir, onlar bu gün də öləcəklər. Başa düşürsən, söhbət nədən gedir? Nuhun dövründəkilər öldüyü kimi, onlar ona görə ölmədilər ki, günah elədilər. Onlar ona görə ölmədilər ki, onlar ruha etinadsız oldular. Sən də ruha etinadsız olsan, səninlə Nuhun dövründə ölən arasında fərq olmayacaq. Biz isə artıq ruha etinadsız deyilik. Biz düşünürük, biz düşünərək dua edirik, biz düşünərək oruç tuturuq. Çünki ölüm havanın yoxluğu deyil, ölüm ruhun olmamasıdır. Deyir, onların düşüncələri hər zaman pisdir. Yəni, düşüncə yoxdur. Onlar düşünmürlər. Bəs düşünmürsənsə, nə üçün yaşayırsan? Əgər düşünmürsənsə, onda ölüm düşünməməyə görə, ölüm insanın şuursuz bir həyat sürməsi ilə möhkəm bağlıdır. Başa düşürsən? Sən düşünməyərək yaşayırsansa, sən ölümlə birbaşa bağlısan. Başa düşürsən? Sənə düşünərək oruç tutmaq lazımdır, sənə düşünərək dua etmək lazımdır, sənə düşünərək özünü barəsində fikirləşmək lazımdır. Əgər sən düşünmürsənsə, bugün məni qulaq asıb, mənim bu sözlərimi sənə qulağına çatan sözləri qulaq asıb, özün barəsində düşünmürsənsə, Nuhun devrindəki ölənlərlə sənin arasında heç bir fərq yoxdur. Ölürsən, sadəcə gəzirsən. Məni anlayırsınız siz, yoxsa çox yükləmirəm sizi. Haleluya, Rəbbə izzət olsun. Slava Господу. Haleluya, Rəbbə izzət olsun. Rəbbə izzət olsun. Tanrı özü xət çəkdi. Onun üçün bunun heç bir mənası yoxdur. Və bu bizə bir mesajdır ki, artıq bizə heç bir adiyyatı Nuhun devri ilə bizim heç bir əlaqəmiz yoxdur. Çünki biz düşünərək oruç tutmağa başlamışıq. Biz düşünərək dua etməyə başlamışıq. Tanrı deyir ki, düşünmək bu həyatdır. Nəfəs hava deyil, nəfəs ruhdur. İnsan ümumiyyətlə uzun müddət hava almadan yaşaya bilirdi. Sual verə bilərsən ki, sübut haradadır? Ki, insan havasız yaşayıb, hava olubdur bu. Harada yazılıbdır bu? Ki, necə yəni insan nəfəssiz necə yaşaya bilər? Düşünmək üçün sizə yemək verirəm. Qəşəng yemək verəcəm indi bu barədə. Necə ki, insan nəfəs almayaraq yaşayıb. Biz bilirik ki, yeryüzündə hər şey insan üçün yaradılmışdır. Hər şey. İnsan üçün yaradılmayan yer üzərində heç nə yoxdur. Və bu insan üçün ona görə yaradılmışdır ki, insan həzz alsın və nə qarsın? Hökmranlıq eləsin. Hökmranlıq, dedi, hökmran yaratmışdır. Yaradılış 1-ci fəsil 26-cı aya. Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy dənizdəki heyvanlara, göydəki quşlara,
yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin. Heyvanlar və balıqlar üzərində Allah insanı hökmran qoyubdur. Belə yazılıbdır. Budur, yazılan budur, Yaradılış 1.26-da. Və buna görə də mən sizə deyirəm ki, Adəm heç bir problemi olmadan dənizin dibində, okeanın dibində ola bilərdi. Onun bədəni tamamilə istənilən dərinlikdə ola bilərdi. Çünki min illər boyu avadansızlıq, o vadalazın avadanlığı olur da, vadalaz onu giyinir. Avadanlıqsız əldə edilə bilməyən sualtı dünyanı, yəni o vadalaz qabı olmayan, təzə tapıblar da, bir 100 il olar vadalazlar o kislorod balonunu tapıb girirlər suyun altına. Və 100 illər, 1000 illər boyu, təxmin 100 ildir tapılıb, 6000 ilə yaxın Adəmin yaşı var. Və bu avadanlıqsız, 1000 illər boyu olmayan bu avadanlıqsız, Adəm başqa cür suyun altında necə hökmran ola bilərdi? Necə gedib ora gəlib, orada balıqlara ad qoya bilərdi, ad verə bilərdi, ha? Bir neçə kilometr dərinlikdə olan bu gözəllik kimə lazım idi? Əgər Adəm ora enə bilib, orada ağalıq edə bilmirdisə, əgər Adəm ora enə bilmirdisə heç vaxt, bu kimin üçün idi? Bu kimə lazım idi? Ha? Nə üçün o dənizin dibində o gözəlliklər var və Adəm ora düşə bilmirdisə, deyə bilərsən ki, bəlkə belə bir təzdən sual yarana bilər. Söyləmək köməklə, canlıdadırlar bunlar. Aleluya. Sizə baxar ki, canlıdadırlar. Aleluya. Səidə bacı, mikrofonu söndürərdiniz də, xahiş edim. Səidə xanım, mikrofonunuzu söndürərdiniz, Səidə xanım. Necə? Ya. Ya da... Bunu görmürsən, mən? Mən söndürdüm. Haleluya. Haleluya. Və deyə ikinci sual yarana bilər ki, bəlkə onları Adəm ruhda ziyarət edib. Ha? Əgər Adəm onları ruhda ziyarət edirdisə, onda cismani balıq nəyə lazım idi bəs onda? Ruhda ziyarət edirdisə və nəyə görə cismani dünya yaranmalıydı axı? Nəyə görə bədən yaranmalıydı? Nəyə görə balıq olmalıydı orada dənizin dibində? Adəm balıqlarla ünsiyyət qurmalıydı, onlara ad verməliydi. Müəyyən işləri görməliydi dənizin dibində. Bu, bədən dünyasıdır. Adəmin bədəni su altında yaradılışla əlaqə qura bilməliydi. Başa düşürsən? Adəm bədəni suyun altında Allahın yaratdıqları ilə əlaqə qurmalıydı. Amma bütün bunlar bitəndə Allah ruha etinadsızlıq başlayanda suyun altında olan hər şeylə əlaqəyə bitəndə həyat nəfəsi burnunda olan hər kəs öldü. Çünki ancaq havada olan hakimiyyətdən yapışdılar. Onun üçün Efeslər 2.2-də deyir ki, siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allahın itayətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürdünüz. Havada olan hakimiyyət. Bu o deməkdir ki, belə insanların burun dəliklərində həyat nəfəsindən başqa heç nə yoxdur. Və müqəddəs kitab onları itayətsiz insanlar adlandırır. Onlar düşünmürlər, onlar ancaq nəfəs alırıq, burada yaşayırıq bu müvəqqəti dünyada. Yadında saxla, müvəqqəti dünya adlı anlayış yoxdur. Müvəqqəti həyat adında anlayış yoxdur. Allahın yaratdığı hər şey əbədidir. Ona görə də şuurlu şəkildə izzətlə nəfəs ala biləcəyinizi necə başa düşməmək olar, ha? Necə başa düşməmək olar ki, biz izzətli nəfəs alırıq? Yalnız havadan nəfəs alıb, bütün həyatın bu olduğunu elə bil düşünmək. Yalnız həyat elə bu nəfəs
almaqdan ibarətdir. Bunun üzərində düşünmək, bu Allaha qarşı durma deyilmi? Bu dəlillik deyilmi? Bu ağılsızlıq deyilmi? Yeryüzünün izzətlə dolu olduğunu düşünməmək. Sən heç düşünməyəsən ki, yer üzəri izzətlə doludur. Bu dəlillik deyilmi? Ona görə də mən istəyirəm ki, sən indi mənimlə birlikdə deyəsən, təkrar edəsən. Dinən, mən hava ilə yaşamıram. Dinən, mən qarnımdan yaşamıram, qarnımdakindən, yeməkdən yaşamıram. Qarnım mənim həyat mənbəyim deyil. Dinən, mən ata Allahım kimi yaşayıram. Mən ata kimi yaşayıram, adlı enerji sistemi ilə yaşayıram. Bax, bizim orucumuz bununla başlayır, bundan başlayır. Bax, hər şey ümumiyyətlə bundan başlayır. Hər şey ondan başlayır ki, sən düşünürsən ki, sən yeməkdən, sudan, havadan asılı deyilsən, sən səndə olan atadan asılısan, sənin həyat, bax, həyat mənbəyin odur, başa düz. Hər şey bundan başlayır. Başlanğıcda kəlam var idi. Yəni, başlanğıcda düşüncə var idi. Yəni, başlanğıcda Allahın sözü, yəni fikri var idi. Hər şey bundan başlayır, başa düz. Onlar isə bu dünyada havadan başqa bir şeyin olduğunu dərk edəndə sadəcə olaraq həyatın mənasından qopub aralandılar. Onlar həyatın mənası Allahdan qidalanmaq idi. Onlar başa düşəndə ki, təkcə Allahdan qida yoxdur. Burada kebab var, ət var, banan var. Niyə biz oraydan qidalanır? Elə burada var da əlimizin altındadır. Nəyə görə biz düşünməliyik? Nəyə görə əziyyət çəkməliyik? Elə uzanaq qazanın böyründə, oradan boşqaba qoyaq, yeyək da bir də neyiriyək? Başa düşürsən nəyə görə Nuhun devrində daşqın nə deməkdir? Sel nə deməkdir? Başa düşürsən onlar nəyə görə öldülər? Suya görə ölmədilər. Su adam öldürən deyil və kitabında yazılıb ki, dənizdəki ölüləri qaytaracaq. Onların düşüncəsi onları öldürdü. Onların yıxılmış düşüncəsi onları geri çəkdi. Beləliklə oğul bizə işıq və ağıl gətirdi sözləri. Çünki oğul, atanın oğlu İsa Məsih bizə işıq və ağıl gətirdi. Praktiki olaraq şuurlu həyatın yenidən mümkün olduğunu bildirdi bizə. Nuh tufanından sonra yenidən şuurlu həyat var deməkdir. Oğlun bizə gətirdiyi işıq və ağıl. Və bunun əlaməti biz bilirik ki, nə idi? Göy qurşağı idi. Və bununla Allah dedi ki, budur göy qurşağı. Artıq daşqın lazım deyil. Artıq ölüm lazım deyil. Mənim evlatlarım başlayacaqlar şuurlu düşünməyə, şuurlu şəkildə hər şey eləməyə. Ki, mənim qarnım deyəcək ki, mənim qarnım Allah deyil. Mənim padşahım da havanı idarə edən deyil, havada hakimiyyət olan deyil. Mənim padşahım izzət padşahıdır. Hava olmasa belə o mənə nəfəs almağa nəfəs verə bilər. Aleluya, aleluya. Onun üçün problem deyil. Bu düşüncə ilə mən nəfəs almağı, dayandırmağı hələ hazır deyiləm. Amma hava ilə deyil, qarınla, su ilə deyil, yalnız ruh ilə yaşadığımı düşünməyə başlamağa hazırlaşıram. Başa düşürsən? Özünüzü artıq başlamayın yükləməyə ki, mən niyə nəfəs almadan yaşamıram, niyə yemək yemədən? Əsas odur ki, sən bu barədə düşünməyə başlamışsan. Onlar yediklərinə görə ölmədilər. Yazılır ki, onlar ruha etinadsız oldular. Yəni, düşüncələri hər zaman qaranlıq idi. Ona görə öldülər Nuh tufanında. Anlayırsan Nuh tufanını? Onlar düşüncələrinin səhv olduqlarına görə öldülər.
ruha etinadsız olduqlarına görə öldülər. Əbədi olan atanın enerji sistemindən qidalanmağı qoyub, müvəqqəti olan dünyavi şeylərə meyil göstərərək ondan qidalanmağa başladılar. Qalan hər şey isə sadəcə zövqdür, əsas. Bu yer üzərində, cismani dünyada olan hər şey zövq üçündür. Bugün ata bizi bununla tanış edəndə bizə deyir, bizə açır, bizə öyrədir. Öyrədir ki, bununla bəli deyib razılaşan insanlar var. Ki, amin, amin. Biz padşahlığın enerji sistemindən danışırıq. Biz danışırıq ki, çürüməzlik Allahın əmridir, eşidirsən? Sən çürüyə bilməzsən, ey başa düşürsən? Çürüməzlik Allahın əmridir. Özünü idarə etmək nə deməkdir? Heç düşünmüsünüzmü ki, çürüməzlik torpaqdakı elə bil ki, sənin torpağa düşüb çürüməməzliyin, o tortun üstündə, tort gəlir ortalığa, üstündə bir dənə bəhli olur, kim hamı istəyir ki, o bəhlini özü yesin. Tortun üstündə elə bir olur, ya nə bilim, bir meyvə olur. Yeni şeyləri öyrənmək xüsusiyyəti deyil, çürüməzlik. Çürüməzlik birbaşa Allahın əmridir. Çürüməzlik Allahın istəyidir. O bu tumarı götürdü və sən hələ yerə gəlməzdən əvvəl onu sənə uzatdı, o tumarı, o bədəni. Sən dünyaya gəlməzdən əvvəl o sənin bədənini sənə uzatdı və dedi, ala, bu tumarda yazılanlarla yaşama, bu bədəndə yazılanlarla yaşama, düşürsən. Onun üçün İsa dedi ki, mən gəlirəm, sənin tumarında mənim barəmdə yazılıb. Bu bədəni Allah sənə uzatdı. Nə üçün Allah sənə çürüyən, ölən və torpaqda zoğulcan yiyən bir bədən uzatsın axı? Tumarda isə nə yazılıb? Tumarda bilirsən nə yazılıb? Tumarda yazılıb ki, sən ölməzsən. Tumarda yazılıb ki, sən izzətlənmiş bədənsən. Tumarda yazılıb ki, sən mənim sevimli oğlumsan, səndən razıyam. Tumarda yazılıb ki, sən ölməzsən. Tumarda yazılıb ki, sən bütün göylərdən ucasan. Yaxşı, deyə bilərsən, bəlkə mən çürüməz olmaq istədim. Siz sadəcə çürüməz olmağı istəyə bilməzsiniz. Sənə bu tumarla yaşamaq əmr edilibdir. Başa düşürsən, bu tumarda yazılanlarla yaşamaq əmr edilibdir. Burada sənin çürüməzliyin haqqında yazılmışdı. İlahi bədənin dolğunluğu haqqında yazılmışdı. Hamısı burada yazılıb. Bu əmirdir, uşaqlar. Bu seçilmiş bir neçə nəfər üçün və yaxud bir neçə peyğəmbər üçün və yaxud bu Yenox üçün, İlyas üçün böyük bir fürsət və ya böyük bir nətər deyim, bir imtiyaz deyil. Bu bir əmirdir bütün bəşər üçün. Və buna görə deyilir ki, 2-ci Qarib 10-cu fəsil 6-cı ayədə nə deyilir? Siz Məsihə tamamilə itayət edəndə, hər cür itayətsizliyi cəzalandırmağa hazır olacaqsınız. Qapının dörtdə ilə orada siz çörəyi. Yəni siz Məsihə tamamilə itayət edəndə hər cür itayətsizlik bilirsiniz nə deməkdir? Çürümək istəyirsən, onu məhv edəcəksən. Cəzalandırmağa hazır olacaqsan. Ölmək istəyirsən, itayətsiz olmaq istəyir bədən. Bədən Allahın əmrinə itayətsiz olmaq istəyir. Allah deyir ki, sən ölməzsən, çürüməzsən, bədən isə ölmək və çürümək istəyir. Sən o ölməyi və çürüməyi cəzalandırmağa hazır olacaqsan. Sənin itayətin
tabiçiliyin, sənin dəyişməzliyin yerinə yetdikdə hər bir itayətsizliyi cəzalandıracaqsan. Bəzi insanlar hökümranlığı, Allah hökümranlıq verib da bizə. Hökümranlığın mələklərə əmr vermək olduğunu düşünürlər. Ki, hökümranlıq o demək ki, mən mələklərə əmr eləyəcəm, mələklər də mən deyəni eləyəcək. Bu uşaqlıqdır, belə fikirləşirsə insan. Hökümranlıq bilirsən nədir? Allah hökümranlıq verdi. Hökümranlıq kim olduğunuzu anlama və özünüzə sahib olmaqdır. Çünki kim olduğunu anlamaq sayəsində hər şey sənə tabi olacaq. Anlayırsan mən nə deyirəm sənə? Sən kim olduğunu dərk eləməsən, heç nə sənə tabi olmayacaq. Çünki İsa Məsih deyirdi ki, məndə olandan götürüb sizə verəcək. Çünki İsa bilirdi ki, o kimdir. Ona görə də o biləndə ki, o kimdir və o Allahın oğludur, hər şey onundur. Ona görə də mələklərə heç nə demirdi. Mələklər bilirdi ki, onun nəyi var, onu götürüb verirdi. Başa düşürsün prinsipi? Hökümranlıq kim olduğunuzu anlamaq və özünüzə sahib olmaq deməkdir. Ona görə də kim olduğunu anladığın an hər şey sənə tabi olacaq. Məsələlər 16-cı fəsil 32-ci ayda deyir. Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür. Elbəniz xanım, mikrofonu söndürün da, orada həm qulaq asırsınız, həm də deyəsən bozbaş pişirirsiniz. Bazar günüdür. Xahiş edirəm, mikrofonu söndürün. Elbəniz xanım, mikrofonu söndürün da, bizə deyəsən qulaq asmırsınız siz. Özünə hakim olan bir şəhərin fəthindən, özünə hakim... Elbəniz xanım, mikrofonu söndürün də, xahiş edirəm. Mən WhatsAppda onu söndürən birəm. Onun üçün də yavaş-yavaş... Elbəniz xanım, mikrofonu söndürün də, xahiş edirəm. Ay Elbəniz xanım. Heç qulaq asmayır bizə. Bu niyə açıq qoyub bunu bəs? Alo, Elbəniz xanım. Salam, siz orada administrator kimi bağlaya bilərsiniz də, onun mikrofonunu bağlayın. Yox, burada WhatsAppda bağlaya bilmirəm də bunu. Telegramda saxı, bu WhatsAppda deyilik biz. Yox, burada Telegramda var, WhatsAppda var axı. Bir bura deyil, sığışmır bura. Ona görə həm də WhatsApp var. Ona görə siz oradan gəlirsiniz. Mən deyirəm, axı, burada həmin adam yoxdur ona görə. Burada həm də WhatsApp qrupu var, Rəna xanım. Elbəniz xanım, mikrofonu bağlayın, xahiş edirəm. Oy dedəm, vay. Elbəniz, mikrofonu bağla, ay Elbəniz. Vay dedim, vay. Zapis də burada gedir. Ay Elbəniz, Elbəniz, xahiş edirəm. Elbəniz, ay Elbəniz. Ay Elbəniz. Abi mikrofonu bağladı, bir yarım saatdir biz səni çağırırıq axı. Belə olmaz axı. Böyle yok idi. Hadi olmazaq heç olmasa açamda xahiş edirəm. Bu mikrofonu bağlayın da. Bəs. Haleluya, haleluya, haleluya. Özünə hakim olmaqdan danışırdım, eləmi? Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür. Yəni özünə hakim olan hər bir şəhərin fəthində mələklərin hökmdarından daha yaxşıdır. Sən özünə hakimsənsə, sən mələklərə hökmdarlıq eləməkdən belə yaxşısan. Məsələlər 25-28-ci ayda deyir ki, nəfsini saxlaya bilməyən dağılmış hasarsız şəhərə bənzəyir. Özünü idarə etmək nə deməkdir? Qəzəblənməmək, özündən çıxmamaq, xeyr. Biz elə bilirik ki, özünü idarə etmək, sən hirslənmirsən, qəzəblənmirsən.
özünə sahib olmaq bilməkdir ki, sənin tumarın var, yəni bədənin var, bədən var və ona görə, çürümez bədənə görə, onda yazılmış ilahi tamlığa görə yaşamaqdır, özünə sahib olmaq. Özünə sahib olmaq, səndə tumar var və bu tumara görə yaşamaq deməkdir. Özünə sahibsən, burada nə yazılıbsa ona görə yaşayırsan. Sən bədənini idarə edə bilmirsən, itaətsizlik övladları kimi havaya, suya, yeməyə, sadəcə elə bil bu qədərdir da, bağlısan və mələklərə əmr edirsən. Bu gülməlidir ki, sən əgər özün öz bədəninə idarə edə bilmirsən, öz bədəninə itaət edə bilmirsən və mələklərə əmr edirsən. Bu nə qədər gülməlidir da, ha? Özün idarə edə bilmirsən, amma mələyə deyirsən ki, mələk, mən ağayam, gəl bura. Bu gülməlidir. Sən özü idarə edə bilməlisən. Və İsa öz bədənində yazılanlara, tumarda yazılanlara görə ona uyğun hərəkət etdi, ona uyğun getdi həyatı və hər şey ona tabi olduğunda, hər şey ona itaət etdi. İnsan öz bədənini Allahın yeni izzətini, yəni və onunla necə davrandığını düşünəndə o dəyərsiz qul kimi onu torpağa bastırmaq istəyir. Başa düşürsən, onu dəfn olunacağına razılaşır. İnsan öz bədəninə dəyərsiz qiymət verəndə o razılaşır ki, hə, mən öləcəyəm, məni bastıracaqlar, mən torpağa çevriləcəm, məni qurt yiyəcək, nə bilim, nə iz olacaq yiyəcək. Bu öz bədəninə qiymət verməmək deməkdir. Ona görə də deyirəm ki, nəzarət et, yəni kim olduğunu bil və özünü idarə et. Yadınızdadır, birinə 1 talant verildi, birinə 3 talant verildi, birinə 5 talant. Yadınızdadır o. Ha, bizdə deyəsən Mehbara müəllimənin yadındadır. Yadınızdadır, 3 nəfərə talant verdi bir ağası. Biri nə verdi? Gedi 3 dənəni 6 dənə elədi. O birisi getdi 5 dənəni 10 dənə elədi. Bu birisi nə verdi? Götürdü, bastırdı yerə. İndi Allah sənə bədən verib. Niyə onu yerə bastırmaq istəyirsən axı? Artır bədənini. İndi dinən mənim bədənimdir. İndi bu oldu çürümez. 2 qat oldu. İndi bu oldu ölmez. 3 qat oldu. Rəbb sənə talant verib, bədən verib ki, onu artırasan, onu aparıb torpağa bastırmayasan. Həmişə bunu bizə necə təmiz tərsinə izah ediblər. Rəbb Allah sənə bədənini artırmağa verib. O sənə onu verməyib ki, sən onu aparıb bastırasan, sən onu aparıb məhv edəsən, yox edəsən. Yadında saxla, bədən sahib ola biləcəyin ən yaxşı şeydir. Çünki mələklərin bədənləri yoxdur, amma səndə var. Çünki bədənə sahib olmaq və oğul olmaq dünyada ən yaxşı vəziyyətdir, eşit və ayıl. Oğul olmaq, bədənə sahib olaraq oğul olmaq. Çünki oğul bədəndə gəldi, başa düşürsən? Aleluya, aleluya. Bədənə onun üçün də sahib olmaq və oğul olmaq ən yaxşıdır, ən yaxşı şeydir. Əziz qardaşlar və bacılar, biz fikirləşirik ki, düşünməyə və davam edəcəyik. Amma bütün bir mömin nəsil peyda olub ki, mömin bir imanlılar peyda olublar ki, hər şeyi ruhən görürlər, ancaq ruhən. Amma həyatlarını heç qaydasına sala bilmirlər. Onlarla fiziki olaraq heç nə baş vermir. Gəlin biz indi başlayalım maddi həyata sahib olmağa məşğul olaq, sahib olmaqla məşğul olaq. Bədənimizi və onunla əlaqəli hər şeyə. Çünki yeni bədən yeni yerdir.
Hər şey oradadır. İzzətli bədən Allahın əlinin sonuncu kilidir və biz bədənlə bağlı olan hər şeyi əldə eləməliyik. İndi biz kimləri yaxır? Biz ruhdan doğulan ruhlarıq. Biz ruhun doğduğu ruhlarıq. Biz Tanrıdan doğan tanrılarıq. Biz Allahın oğulları və oğulların tanrıları olmağa öyrənmişik. Çünki kəlam deyir ki, dünya, yaradılış Allahın oğullarının zahir olmasını gözləyir. Və bu qrupda olanlar hamısı özlərini Allah və Allahın oğulları sayanlardır. Amin. Oh. Haleluya, haleluya, haleluya. Vah, haleluya. İsa'nın yolu həqiqət yoludur. Bədənimizi lazım olduğu kimi idarə etməyi bilmədiyimiz tək bir şey var. Biz bizcə bədənimizi necə idarə etməyi bilmirik və artıq başlamışıq onu öyrənməyə. Ona görə deyirəm ki, İsa'nın yolu dəqiq idi. O öz bədəninə o qədər sahib idi ki, o öz bədəni üzərində o qədər ağa idi ki, hətta öldürüləndə də o öz cəsətini qəbirdə qoymadı, qəbirdən götürdü. Bax, biz bunu öyrənirik, özümüzə hakim olmağı. Hakim də buradan bizə baxır, Moskvadan. İtaət və hakimiyyət budur, özünə sahib olmaq. Sənə bunu bilmək mütləqdir və mütləqdir ki, sən bunu biləsən. Biz bunu, qulaq as, biz bunu mən atamla yaşayıram adlı enerji sistemindən daha çox alaraq edəcəyik. Başa düşürsən? Biz atamla yaşayıram sözü, mən bilirəm, kilsələrdə hər yerdə hamı deyir, mən atamla birəm, atam. Bunlar hamısı boğazdan yuxarı deyilir. Biz bugün onu həqiqətən də mən atamla birəm sözünün bizim həyatımızın enerji sisteminin mənbəyi olduğunu aşkara çıxaracağıq. Bugün kəlam təmiz başqa cür oxunur. Romalılar 14-cü fəsil 17-ci ayədə yazılır ki, çünki Allahın padşahlığı yemək, içməkdən ibarət deyil, müqəddəs ruhla salihlik, sülh və sevincdən ibarətdir. Allahın padşahlığı yemək, içmək deyil. Allahın padşahlığı müqəddəs ruhda olan salihlik, sülh və sevincdir. Allah müqəddəs ruhda olan salihlik, sülh və sevinç yeməyə birbaşa zidd olan, yemək və içməyə birbaşa zidd olan mən ata ilə yaşayıram adlı enerji sistemidir. Başa düşürsən? Sual verə bilərsən ki, deməli indi yeməyəcəyik. Məsələ yeməkdə deyil. Sən onu elə bilməlisən ki, sən onu elə düşünməlisən ki, artıq yeməkdən, sudan, havadan başqa heç nəyə olmayan itaətsizlik oğulları kimi olmadığına görə özün də razı qalasan. Özün özündən razı qalasan ki, mən bəli yeyirəm də, içirəm də, amma mən başa düşmüşəm ki, mən asılı deyiləm onlardan. Başa düşəsən ki, səndə oğulluq var və o oğulluq birinci gəlir. Yemək, içmək yox, birinci oğulluq gəlir. Nədənsə havaya hakim şahzadə deyir, havada hakimlik edən, ağalıq edən şahzadə havada hökmranlıq edir. Həyat nəfəsində isə ata hökmranlıq edir. Başa düşürsən? Sən həyat nəfəsi ilə qidalan, havada olanla qidalanma, bu dünyada olanla qidalanma. Çünki həyat nəfəsində ata hökmranlıq edir. Və biz bilirik ki, şeytan həmişə belə olmağa çalışır və deyir ki, mən havaya hakim olacağam. Əvvəllər deyir deyə gülürdük ki, biz tezcə hava da puldan olacaq, havanı da satacaqlar. Artıq hava tam satılır, bəli. Şeytan havanı verir, satır, deyir, ala, sənə verirəm bu hava ilə qidalan və öl.
Ala bu yeməklə qidalan və öl. Artıq hava tam satılır. Ona görə də indi havaya kim nəzarət edirsə, o hər şeyə nəzarət edir. Və qoyu şahzadəyə tabi olsunlar, çünki havada başqa heç nələri yoxdur. Havada olan şahzadəyə qulluq edənlər, ona da elə qoy tabi olsunlar. Çünki havada heç nə yoxdur. Lakin bizdə var, bizdə, bilirsən nə var? Bizdə artıq həyat nəfəsi var. Sən onu bilirsən. Səndə həyat nəfəsi var. Sən bu havadan almayaraq sən yaşaya bilirsən. Artıq 2 dəqiqəyə çatdırmısan bunu. Əgər məşq edirsənsə, mən göndərdiyim məşqdə. Mənim Rəbbim, bizim Rəbbimiz havada ağalıq edən Rəbb deyil. Bütün yer üzünü dolduran izzətə sahibdir o. Və orada hava da ona tabidir, hər şey ona tabidir. Biz padşahlığın enerji sistemindən danışırıq. Və biz yaxınlaşırıq sona və mən orada daxil olacağımız üçün mən çörək bölmədən danışacağım. Çörək bölmə birlik deməkdir. Və mən çörək bölmə haqqında, birlik haqqında danışacağım. Biz padşahlığın enerji sistemini araşdırırıq. Mən sənə demək istəyirəm, bədən göydən ucadır. Bədən göydən yüksəkdədir. Bədən ən yüksəyə otuzdurulub. Əziz qardaşım və bacım, bir daha sizi bu oruç bayramında oruca girəcəyik. Bu oruç bayramında alınan enerjiden istifadə etməyə çağırıram. İndi mən sizə öyrədəm ki, sən oruç bayramı, bu oruç devrində sən enerji alacaqsan və onu enerjini sən istifadə eləməlisən. Necə ki, enerji alınır və o sənin lambışqaya gəlir, evdə işığı yandırır ki, sən yaxşı yaşayasan, işıqda yaşayasan. Və bu günlərim həmən enerji sistemindən istifadə etməyi öyrədəcəm sənə. Bu axır 5-10 dəqiqə vaxtımızda. Bu həqiqətən işləyəcək. Təkrarən yadınıza salıram. Bu oruç devrində aldığınız enerji sistemindən, maliyyədən başlayın. Səpin, mənə yox. Ətrafınızda kim varsa ona səpin. Kimə istəyirsinizsə, ürəyiniz kimə istəyirsə ona səpin və yoxlayın. Oruç devrində səndə güclü enerji olacaq və onda iyanə edin. Və bu enerjinin sizin üçün necə işlədiyini görün, bunu sınayın, əlinizdə güc olacaq. Bu enerji, bu devirdə başa düşürsən mən nə deyirəm, mən fikrimi çatdıra bilirəmsə. Bu oruç devrində enerji sistemi ilə təchiz olunacaqsın. Və o enerji sistemini necə işə salmağı birinci maliyyədən başlayın. Və enerjinin həqiqətən də o pulu sizin üçün necə işlətdiyini görəcəksiniz. İkinci, bir insanla bir ünsiyyətə girin, başqa bir insanlarla ünsiyyətə girin. İlk növbədə bu enerjini ailənizə gətirin, öz ailənizə. Necə? Bu enerji sistemini öz evinizə, öz ailədə olan münasibətinizə gətirin. Əslində, Rəbbin yeməyi, şam yeməyi də çörək bölməsi, bir tikə çörək və şərabdan daha çox şeyi əhatə edir. Başa düşürsən, o təkcə bir tikə çörək, bir qurtum şərab deyildi. Rəbbin şam yeməyi, diqqətli ol, şuurlu şəkildə qəbul etdiyiniz bütün yeməklərdir. Başa düşürsən? Rəbbin şam yeməyi, sənin şuurlu şəkildə nəyi düşünüb qəbul edirsənsə, hamısı Rəbbin xeyirdalı və izzətli şam yeməyidir. Halleluya! Ona görə də hər dəfə oturub yemək yeyəndə biz bunu edirik. Siz də bunu edin. Biz izzətli bədəni elan edirik. Biz çürüməz, səmavi, qüdrətli, yüksəlmiş,
Yəni, bədəndə yazılanları oxuyuruq və biz qəbul edirik. Çünki bizim bədənimizdə yazılır ki, bu çürüməzdir, izzətlidir, səmavidir, qüdrətlidir, yüksəlibdir, alçaldılmayıb, yüksəlib. İsa Məsih bədənini çarmıqda birinci yüksəltdi. Sonra da çarmıqdan göylərə və bütün göylər üzərinə yerləşdirdi. Və bundan sonra əllərinizi ailə üzvlərinin üzərinə qoyun. Bu oruç devrində aldığınız enerjini ötürmək üçün və onların ölməz gözəlliyinə və gücünə xeyirda verin ki, onlardan nəsə axmağa başlasın. Başa düşürsən? Öz ailə üzvlərinizin üzərinə qoyun. Axsın sizdə olan bu Allahın enerji sistemindən sizdə olan enerjinin gücü. Çünki sənin əllərin çox məhz olunmuş əllərdir. Həyat ağacının yarpaqlarıdır sənin əllərin. Əllərinizi ailədə olan ailə üzvlərinizin üzərinə qoyun. Sizə onlar üzə çıxacaq, görünəcək, əlbəttə siz bunu görəcəksiniz. Siz düşünəndə ki, pulum yoxdur, pul olmadan bunu necə edəcəyinizi dərk edəndə bunu edin. Mən bilirəm ki, Allahın bu yeni izzəti üzərində müəyyən bir səlahiyyəti var və bu bədəndir, sənin bədənindir. Əziz qardaşım və bacım, arvadın varsa arvadın üzərinə, ərin varsa ərin üzərinə və əgər yoxdursa özün öz üzərə qoy özəliyi. Çünki sənin əllərin həyat ağacı ilə eyni yarpaqdır, həmən yarpaqlardır. Əllərini özlərinizə qoyun və deyin. Kişisənsə kişi, qadınsansa qadın, dinən ki, mən kişi və yaxud qadın gücümə xeyirda verirəm, gözəlliyimə xeyirda verirəm, gəncliyimə xeyirda verirəm. Baxma ki, 70 yaşındasan, dinən gəncliyimə xeyirda verirəm, başa düş. Bu enerji sistemini sən işə salırsan və dəyişmə tam sürətlə davam edəcək. Zəif bədən deyil, güclü bədən. Sənin bədənin zəif deyil, artıq güclüdür Məsihdə. Alçaldılmış bədən deyil, izzətli bədəndir. Çünki hər şey qələbə ilə əldə edilir. Və biz inanmalıyıq ki, biz hamımız bir kollektiv bədəni. Burada bir üzv izzətlənəndə bütün üzvlər izzətlənir, hamı izzətlənir. Çörək bölməni qəbul edərək biz səmavi səltənətimizi xatırlayırıq. Ona görə də səmavi ailədə olmaq böyük imtiyazdır bu. Çörək bölməni qəbul edərkən biz səmavi səltənətimizi xatırlayırıq. Ona görə də səmavi ailədə olmaq böyük imtiyazdır. Belə bunun üçün, elə bil ki, biz bədən üçün dua edirik, bədənə xeyir-dua veririk. Özümüzə məmuniyyətlə deyin, özünüzə, hər kəs özünə desin ki, həyatımda, indi deyin mənim arxamda, dinən həyatımda bədəndən daha yaxşı bir şeyim yoxdur. Ən yaxşı olanım nə varsa o mənim bədənimdir. Nə pul, nə var, nə dövlət, nə qızıl, nə ev, nə maliyyə. Sənin ən qiymətli şeyin həyatda bədənindir. O qiymətsiz olsaydı İsa Məsih onu götürüb getməzdi. Əgər şübhə edirsinizsə, düşünün. Şübhən varsa sənə düşünməyə kömək edirəm. Evlənəndə həyat yoldaşınıza sahib olduğunuz ən yaxşı şey verdiyinizlə razılaşın. Yadınızdadır, evlənəndə həyat yoldaşına nəyi vermişdin? Ən yaxşı şeyi, bədəni. Çünki saraylar, daçalar, maşınlar, milyardlar olmazdan əvvəl
ata Allah dedi və ikisi bir bədən olacaq. Bir bədən. Evlilikdə verdiyimiz ən vacib və bu günə görə də ən dəyərli şey bədəndir. Başlanğıcda Allahın planı o demək deyildi ki, sən öz bədənindən imtina edə bilərsən. Amma canından, ürəyindən imtina edə bilməzsən. İsa dedi, heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Böyük məhəbbət dostlar üçün canını verməkdən başqa heç kim ola bilməz. Yəni bədəniniz nəzərdə tutulur. Ən qiymətlisi bədəndir. Deyə bilərsən ki, mən ürəyimi verəcəm, amma bədənimi verməyəcəm. Bəs sevgini necə sınaya bilərsən? Fiziki olaraq verməsən, lazımı olanda kömək istəməsən, yedizdirməsən, geyindirməsən, sevdiyinizi necə inanmaq olar? Çünki biz evlilikdə bir araya gələndə biz başqa bir həyata qədəm qoymuş oluruq. Çörək bölmə də bizim bədənimizin İsa'nın ölməz və çürüməz bədəni ilə bir araya gəlməsini yada salırıq bu vəziyyətdə. Başa düşürsən məni? Mən sənə izahımı eləyirəm. Başa düşürsən mən nəyə misal çəkirdim ər-arvad münasibətini? Biz həmən münasibətə giririk çörək bölmədə. Biz bədənimizi, ən qiymətli olanımızı verir və ən qiymətli olan bədəni qəbul edirik. Çörək bölmədə də bizim bədənimizin İsa'nın ölməz və çürüməz bədəni ilə bir araya gəlməsini biz yaşayırıq. Bu an müqəddəs andır. Necə ki, kəbin anı müqəddəs an olduğu kimi, bu an müqəddəs andır. Yeryüzündə sahib olduğun ən qiymətli şeyə, Allahın yeni izzətinə qovuşursan, başa düşürsən və bədəninə başqa bir və yeganə, bənzərsiz həyatı qəbul edirsən, başa düşürsən. Necə ki, ər-arvad münasibətinə başlayanda başqa bir həyata qədəm qoyduğun kimi, Rəbbin, Məsihin bədənini qəbul edərək bənzərsiz bir həyata girirsən sən. Bu düşüncələrlə sən oruçda həqiqətən görüşü əldə edəcəksən. Çünki indiyə qədər boş-boş oruçlar tutmuşsan, bəsdir. 1-ci Korinf 11-ci fəsil 23-cü ayədən oxuyacağam. Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin özündən qəbul etmişəm. Rəbb isə ona xəyanət edildiyi gecə əlinə çörək götürdü. Şükür edib onu böldü və dedi, bu mənim üçün, bu mənim sizin üçün verilən bədənimdir. Vay! Bu sənə verilib bu bədən. Bu ölməz, çürüməz, izzətli bədən. O, heç nə yeməyən bədən, heç nə içməyən bədən, bu havada olan oksigenlə nəfəs almayan bədən deyir, sizin üçün verilən bədənimdir. Bizə öyrədiblər ki, bu ona görə verilir ki, sındırdıq, gidik, biz böldük, o da orada, yox! Vəh al! Sənə bu bədən verilib. Bu mənim sizin üçün verilən bədənimdir. Bunu məni xatırlamaq üçün edin. Eləcə də axşam yeməyindən sonra xatırlamaq bilirsiniz da nə deməkdir? Düşünün. Düşünün, gene. Bunu deyir, düşünün. Eləcə də axşam yeməyindən sonra kəsanı götürüb dedi, bu kəsa mənim qanımla bağladığım yeni əhddir. Bunu hər dəfə içəndə məni xatırlamaq üçün edin. Sənin qanın, sənin kletkalarını qidalandırır ki, sən ölməz və çürüməz olasan, əhd bağlanıbdır. Əhd bağlanmayıb ki, sən öləndən sonra xilas olasan.
bağlanıb ki, sən ölməyəsən. O qan, həyat gətirən qan sənə ona görə verilib ki, sən ölməyəsən, sən çürüməyəsən. Onun üçün deyir ki, bunu hər dəfə içəndə məni xatırlamaq üçün edin. Görürsən, yenə deyir xatırlamaq üçün. Yiyəndə xatırlayın, yəni düşünün. İçəndə xatırlayın, düşünün. Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kəsədən içəndə siz Rəbbin gəlişinə də onun ölümünü bəyan edirsiniz. Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib, yaxud onun kəsəsindən içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. Nə deməkdir? Kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib, yaxud onun kəsəsindən içsə, Rəbbin bədəninə və qarşı təqsirkardır. Nə deməkdir bu? Layiq olmayan. Biz necə layiq ola bilərik? Düşünərək ki, biz onun bədəniyik, biz Allahlarıq, Allahda olan Allahın yaratdığı ilahlarıq, biz ilahi varlıqları və Allah öz bütün qabiliyyətini, öz bütün potensialını bizə ötürüb, yaradan bizi, biz yaradırıq artıq, yaradan bizi, yaradan yaradıb. Halleluya. Halleluya, halleluya. Və biz artıq Rəbbin bədəninə qarşı laqeyd deyilik. Çünki biz düşünürük. Orada deyir, yemək yeyəndə də, içəndə də düşünün. Məni yada salın. Hamısını yaddaşlı düşüncə ilə bağlayır. Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. Özünü yoxla gör, özünü Allah kimi görə bilirsənmi? İçində bu proses başlayıbmı? Allahın səndə olduğunu yaşaya bilirsənmi? Bunu yoxla, yoxsa bizə öyrədirlər ki, yada sal, ha vaxt günah eləmişsən, ha vaxt səhv eləmişsən, o səhvlərə görə tövbə elə, günaha görə tövbə elə. Xeyr! Xeyr, 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 yalandır. Bax gör, özünə Allah deyə bilirsənmi? Bax gör, özünün Allah olduğunu görə bilirsənmi? Və bax gör, başa düşə bilirsənmi ki, həyatında yaranan hər şeyi səndən başqa heç kim yox, ancaq və ancaq sən yaratmışsan, sən, bəli. Bu səbəbdən də əgər belə düşünməsən, gör 30-cu ayədə baş verən verəcək səndən. Əgər sən belə olmasan, gör səninlə nə baş verəcək. Düşüncəli şəkildə oruca girməsən, öz bədənin barəsində düzgün düşünməsən, özünü Allah kimi görməsən, özünü Allahda olan Allah olaraq və yaradan olaraq görməsən, gör 30-cu ayədə olan baş verəcək səndən deyir. Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. Sən necə öz bədənin haqqında Allah kimi düşünə bilərsən ki, o sonra ölsün, ölə bilməz. Sən o vaxt ki, düşünəndə ki, sən ölməzsən, Allah səni ölüm üçün yox, yeni izzət üçün yaradıb. Qara torpaq üçün yox, işıqlı səhər, izzətli səhər üçün yaradıb. Sən necə ölə bilərsən? Onda sən ölümü axtarsan, belə tapmayacaqsan. Onun üçün yazılıb ki, ölümü axtaracaqlar, amma tapmayacaqlar. Bu səbəbdən bir çoxunuz zəif və xəstədir, bəzilərsə vəfat edib. Çünki öz bədəninə qarşı laqeyddir. Çünki öz bədəni üzərində lazım olduğu kimi düşünmür. Əgər biz özümüzü düzgün dərk etsəydik, gənə dərk etməyə gəldirəm. Vaaaaaa! Əgər deyir, biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik, məhkəməyə düşməzdik, ölüm dalğasına düşməzdik, özümüzü. Halleluya! Mən 2000 ildir yazılan və təmiz başqa cür izah olunan bu ayələri bugün sizə tam başqa şəkildə çatdırdım. Tam başqa şəkildə
Mənə tam başqa şəkildə öyrədilmişdi bu ayələr. Mənə tam başqa cür başa salınmışdı bu ayələr. Mən isə onları qəbul etmirəm. Mən Yenox kimi, 7-ci nəsildən olan Yenox kimi, 7 nəsil babalarının fikrini rədd edərək, çünki babaları hamısı deyir ki, ölməliyik, torpaqdan qayıtmışıq, gəlmişik, torpağa qayıtmalıyıq, fikrini qırağa rədd edərək, ölməməzliyi götürən Yenox kimi danışıram sənə. Razılaşmadı o babalarından qalan təlimlərdən. Mən də razılaşmıram yalan təlimlərdən. Ölmək mütləqdir, çürümək mütləqdir təlimindən razılaşmıram. Babalarımla razılaşmıram, kilsələrdən razılaşmıram, onların ölüm barəsində olan fikirləri ilə razılaşmıram. İndi isə çörək bölməni götürəndə xatırlayın ki, bədən göylərin üstündədir. Çünki Kəlam deyir ki, biz otuzdurulmuşuq göylərə. Öz bədənin barəsində belə düşün. Budur sənin ağılla etdiyin Allaha ibadət. Budur sənin ölməz və çürüməz həyata qoyduğun qədəm. Xatırlayın ki, bədən göylərin üstündədir. O fəzada, bədən cənnətlər arası, necə deyim, qalaktikalar arası ölçülərdə gəzir. Başa düşürsən? Sən bunu görməlisən, bunu görməyə başlamalısan. Sən bu oruç dövründə bununla təmin olunacaqsan ki, sən özünü görəsən ki, sən haralarda gəzirsən. Bədən bax belə əzəmətlidir. Bədən bax bu qədər ucadır. Çünki bədən çox yüksəklərə otuzdurulmuşdur. Çox yüksəklərə otuzdurulmuşdur. Sənə mütləq bunu görmək lazımdır, yaşamaq lazımdır. Bədən geri dönməmə nöqtəsinə yerləşdirilibdir, başa düşürsən? Sən nə etsən belə səni oradan sala bilən qüvvə yoxdur artıq. Məsih elə bir zəif qurban gətirməmişdi ki, kimsə səni göylərdən, taxtdan yerə sala bilsin. Halleluya, halleluya. Bədən geri dönməmə nöqtəsinə artıq otuzdurulubdur. Artıq geriyə olan ölüm yolu yoxdur, başa düş. İsa bütün yolları ləğv edibdir, başa düşürsən? O bütün yolları bağlayıbdır, bütün yolları ləğv edibdir. Çünki yazılıb ki, sonuncu düşman olan ölüm yolu məhv edildi. Ölüm yolu məhv edilibdir, yazılıbdır. Yeganə yol qalıb. Yeganə bir dənə yol qalıb. Lütf, məhəbbət yolu, yaşamaq yolu, ölməzlik yolu, çürüməzlik yolu, yəni İsa yolu, bir dənə yol qalıb, İsa yolu. İsa dedi, Yahya 14-cü fəsil 5-ci və 6-cı ayədə deyir. Thomas İsa'ya dedi, Ya Rəb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik? İsa ona dedi, yol, həqiqət və həyat mənəm. Bir yol qalıb, dedi, yol mənəm, başqa yollar məhv olubdur. Ölümə, qəbirə gedən, çürüməyə gedən yollar yoxdur. Onu diritmə, Allah sənə talant verib, bədən verib, aparıb ona, torpağa bastırma. Artır onu. Nə demək istəyir İsa burada? Ki, deyəndə ki, İsa ona deyir ki, yol, həqiqət və həyat mənəm. İsa burada deyir ki, uşaqlar, ancaq və ancaq mən yolu qalıbdır, yəni İsa yolu, bütün yollar yoxdur, yol mənəm. Sən indi həmin elə o yoldasan, əziz qardaşım, bacım. Sən indi elə həmin yoldasan, həmin yol da səndədir, eşidirsən? Sən təkcə yolda deyilsən. Sən atadasan,
ata isə səndədir, enerji sistemindən qidalanmağa başlayacaq bu həftə boyu. Buna birlik deyilir, yəni çörək bölmədə baş verən birlik, ər və arvad evlənəndə olan birlik. Siz artıq 2 nəfər olaraq yox, siz İsa Məsih ilə, siz Allahla 2 nəfər olaraq yox, siz artıq Allah ilə bir bədən olaraq gedirsiniz bu yolu. Başa düşürsən, nələr baş verir? İndi götür çörəyi, götür şərabı. İndi öz bədənin haqqında düşün ki, o göylərə otuzdurulub. Onun üçün deyir ki, məni yad edin. Yad edin ki, mən göylərə otuzdurulmuşam, yəni sən göylərə otuzdurulmuşsan. Çünki o deyir ki, mən sənəm, sən mənsən. Biz birik, ayrılıq yoxdur. Sənin bədənin göylərə otuzdurulub. Biz bugün 5 günlük oruca daxil oluruq. Kim istəsə 7 gün, kim istəsə 10 gün, kim istəsə 15 gün davam edə bilər. İndi bu çörəyi qəbul edəndə və bu şərabı içəndə yada sal. Yada sal ki, sən hər şey üzərində oturumsan İsa Məsihdə. Sən göylərdən, cənnətdən belə ucasan, yüksəkdəsən. Bu sənin irsindir. Bu sənin payındır. Bu sənin birbaşa göylərdən gələn haqqındır. Atandan sənin üçün ayrılmış əzəmətli bədəndə yaşamağın üçün, əbədi olaraq bu bədəndə yaşamaq üçün sənin üçün ayrılmış payındır. Və götürün, qəbul edin bu çörəyi. Öz bədənin barəndə düşün. Qəbul et şərabı və öz bədənin barəndə düşün. Mən dediyim, kəlamda yazılan şeyləri düşün. Sən göylərə otuzdurulmusan. Sən hər şeydən ucasan, üstünsən. Sən hər şey üzərində yerləşdirilmişsən. Sən geri dönməmə nöqtəsindəsən. İsa Məsihin dediyi kimi yeganə bir yol qalıb, o yolun adı İsa yoludur və sən o yoldasan. Başqa yollar yoxdur. İstəsən belə yoxdur. Heç nə yoxdur. Sən varsan, ata var və sən o ata ilə birlikdə bu yolu gedirsən. Biz bugün oruca daxil olduq. Və biz bu dünyavi olan qidanı saxlayaraq səmavi səltənətdə toz ziyafətində olan qidadan yeməyə artıq başladıq. Mən artıq hiss edirəm ki, necə bədənim qidalanmağa başlayır səmavi səltənətdən. Sən bunu bu dəqiqə hiss edə bilərsən, yaşaya bilərsən. Bu həqiqətdir. Bu nağıl deyil. Bu düşüncəli şəkildə oruçdur. Öz bədənin barəndə indi düşün.
Aleluya. Aleluya. Ne tersiz? Aleluya. Aleluya. Rəbbə izzət olsun. Bu günlərin biz oruca girdik. İstəsəniz gün ortadan sonra yemeğinizi yiyib bilərsiniz. İstəsəniz yeməyə bilərsiniz. Artıq başlandı. İda gəlir. İstəsəniz axşam 5 gün oruç tutacaq və mən istəyirəm ki, əgər razısınızsa, hər gün axşam 8-də görüşəyin, dua edəyin birlikdə, bölüşəyin oruç barəsində. Əgər istəyirsinizsə, hər gün axşam 8-də. Bu gün yox, sabahdan 1-ci, 2-ci, 3-cü, 4-cü, 5 gün. Bəli, görüşəyin bir yerdə, həm WhatsAppda, həm Telegramda. Bəli, və başlayın, sadəcə bir də istəsəniz qulaq asın, istəsəniz yox, yaxşı olar ki, qulaq asın. Başlayın, artıq bəsdir biz qulaq asanlar olduğumuz. Biz artıq qulaq asıb, eşidib, xoşumuza gəlib, ürəyimizə düşənləri həyata keçirtməliyik. Başa düşürsən? Maliyyə sayəsində, xoşbəxtçilik sayəsində, ailə vəziyyətində, qonşularla münasibətdə və həyatda insanlarla münasibətdə. Amin. Kim razıdır məndən? Razısınız məndən? Tədbiq eləyin bunları, görün, baxın gücünü, amma oruçda olanda eləyin. O gücü hiss edəcəyiz. Qorxmayın, çətinlik olacaq. Yemək istəyəcəm, bədən başlayacaq qurullamağa, qarın qurulacaq, ver. Çünki həmişə vermişsən, xalqdan gözləyir, deyir, ver, sən də vermirsən. Dayan, bəsdir, biraz indi sən dayan, biraz, sənə mən başqa şey verəcəm, ondan da yaxşısını verəcəm. Yadınızda saxlayın, Misirdən İsrail xalqını çıxardanda Allah onları harada aparırdı? Qanatlar üzərində. Və bu oruç dövründə yadından çıxartma. Sən ac olsan, problem, çətinlik, ağrı zad olsa belə, sən Rəbbin qanatları üzərində olacaqsan. Çünki ödür ki, yadınıza salın, sizi Misirdən çıxardanda, bəli, çətinliklər keçdiniz, dənizi keçdiniz, Firon sizi qovulurdu, aclıq var idi, susuzluq var idi, amma mən sizi qanatlarım üzərində aparırdım. Amma mən sizi bu oruç dövründə onsuz da qanatlar üzərində sizi aparır. Amma bu oruç dövründə onu yalnız açıq şəkildə görəcəksiniz. Açıq şəkildə görəcəksiniz ki, o necə sizi öz qanatlar üzərində aparır. Aleluya, aleluya. Kimin sözü varsa qısa şəkildə deyə bilər. Kimin ürəyində nə varsa. Buyur bacı, buyur. Я хотела спросить, oruç vaxtı suyla yemək olar, unutma. Suyla tutacaq, bəli. Amma Esmər bacı, baxın da sizə necə rahatlısa elə. Yəni, mən qayda qanun qoymuram. Mən özüm suyla tutacam, ancaq su içəcəm. Siz də suyla tutacaq. Biz suyla tuturuq. Bəli. İndi Esmər xanım da sual verir. Yəni, Esmər xanım, baxın, yəni, mən opsi deyirəm, şəkili verirəm kartinkanı. Amma siz düşünüb, necə düşünürsünüzsə, elə etsəniz yaxşı olacaq. Çünki mən robot deyiləm və yaxud da siz robot deyilsiniz ki, mən sizə proqram verim, siz onunla eləyəsiniz. Həmişə bizi elə eləyiblər kilsələrdə, bizə proqram veriblər ki, belə eləyin. Xeyr. Mən opsi, şəkili, vəziyyəti göstərirəm, deyirəm. Siz isə sizə necə rahatdır, necə düşünürsünüz, necə açılırsa, elə eləməlisiniz. Mən suyla eləyəcəm. Məsələn üçün, çalışsam bir həftə tutum, 10 gün tutum. İndi baxırda nə qədər? Bəli, mən ancaq suyla, suslayanda elə biraz su içdim, qutardı, getdi. İndi bilmirəm, artıq elə bil doymuşam, elə bil bu dəqiqə var ha. Bu dəqiqə elə biləm ki, yemişəm, qarnım belə elə bil toxdur artıq. Эшан Гардаш, я хотела еще спросить, там кто русский не знает, вы потом им переведите. У меня в душе боль есть. Я не могу эту боль еще преодолеть. И от того, что я сейчас в пост пошла, это будет принято? То есть это будет правильно или нет? Будет. Войдите и освободитесь просто. Просто освободите. Потому что боль, это вы приняли мира, вы приняли снаружи, вы приняли, который царствует на воздухе. Сейчас вы освободитесь от этого. Siz havada ağalıq eləyəni qəbul eləmişsiniz. Вы сейчас освободитесь и вы примете Божье дыхание. И тогда просто освободитесь, просто забудете этот боль, душевную боль, все оставит вас.
Потому что вы войдете в истину. В истинную пищу вы будете питаться. И она освободит вас. Обязательно. Обязательно. И просто не думайте об этом. И начинайте думать о небесном. Начинайте думать о сокровенном. Начинайте думать о нетлении, о бессмертии. Зачем вам думать? Если мы же боги, и мы сами управляем сами себя. И нас не должно управлять внешний. Ətrafda olan bizi idarə etməli deyil. Biz özümüz daxilimizdə olan bizi idarə etməlidir. Bizim isə daxilimizdə ata Allahdır. Siz o uruvuna gələcəksiniz, o səviyyəyə gələcəksiniz ki, bir başa düşəcəksiniz ki, aha, mənə zəçəm məni pastoronla məni upravляет? Nə üçün məni ətrafda olan idarə edir? Heç mən ətrafda olanı nə üçün buraxıram içimə ki, o məni duşevlə hələ bir bol da versin? Onun mənim evimdə nə işi var axı? Пасторон, что делает в вашем доме? Зачем ему в вашем доме жить? Просто высвободите и скажите, все, я отпускаю тебе, благословляю тебя. И люблю тебя. Кто тебя ранил, кто вас ранил, скажите, я люблю тебя. Я независим, я не должен к своему телу, чтобы отомстить. Вы поняли меня, Эсмира Ханым? Да? Я поняла, спасибо. Но дело в том, что вот то, что вы говорите, отпустите. Я и так и говорю, отпускаю. Но дело в том, что... Не, начинайте думать, не говорите. Начинайте думать. Начинайте думать. Не говорите, начинайте думать. Умышленно, разумом начинайте думать о своем теле. Вы утром садитесь, сəhər oturun 10 dəqiqə, yarım saat. И начинайте думать, когда приходят мысли, fikirlər gələndə, bax bir vəziyyət var. Yuxuda olanda, hamımız bax qulaq assın, yuxuda olanda, biz istəmədiyimiz yuxuları görürük. Elə deyilmi? Ha? Biz o yuxuları zakaz vermirik, o yuxular özü gəlir. Bizim də ağlımıza fikirlər gələndə, o fikirlər bizim deyil, o biz zakaz verməmişik, özü gəlir. Biz deməli, ayıq gəzən vaxtı, o fikirlər bizi idarə edirsə, deməli biz yuxudayıq gənə. Biz yuxu devrini yaşayırıq. Mənə isə fikirlər gələndə deyirəm, stop, mən səni zakaz verəməmişəm. Mən səni sifariş verməmişəm. Davay, sən qırağa. Və mənim buram boş qalmalıdır idarəçilik üçün. Çünki, bax, sən əgər dünyavi ətrafdan gələn fikirləri beynində onları düşünürsənsə, sən elə bil yuxu vəziyyətini yaşayırsan. Yuxuda da elədir. Sən istəmirsən, yuxu gəlir, burada da ayıqsən, fikir gəlir, deməli gənə yuxudasan, yatmışsan, hələ oyanmamısan. Понятно? Все. Mariya xanım nəsə demək istəyirdi. Buyur, Mariya xanım. Eşən qardaş, bizdə olan yaxşı, pis nə varsa, biz sizlə görüşməliyik da. Bəli. Çünki həmişə deyirsiniz ki, indi biz dualar edirik, həyatımızda nələr baş verir. Biz yadınızdadır da neçə vaxtı Kristinaya dualar edirdik. İnanın ki, Kristina indi mənə zəng eləyir hər gün. Mənə zəng eləyir, mənə Bibildən dərs keçir. Elə şeylər danışır İsraildən, elə şeylər danışır qədim kitablardan. İnanırsınız, özüm təəccüb eləyirəm, eşitmədiyim şeylər eşidirəm. Bütün günü deyirəm, Tanrım sənə şükür eləyirəm. İnanın ki, Tanrı ilə bərabərdir. Heç ayrılmır. İşləyir, deməli işləyir. İndi bax, bu enerji sizdə var. Bunu maliyyəyə istifadə edin. Əvvəllər onda bir iyanə verirdiniz, gedib kilsəyə İsveçdə. Əvvəllər verdiyiniz kimi verməyin indi. İndi düşünərək verin. Onda bir iyanə yox. Onda 5 verin, onda 20 verin, onda 1 verin, onda para verin. Amma heç birini qanun altında verməyin. Bu enerji sistemindən verin. Təhcə bu evladınızın həyatında bu olmasın. Həm də evladınızın həyatında maliyyə fantanı olmalıdır da. Təhcə olmalıdır, öyle mi? Biz həm də yemək yeməliyik yaxı. Biz həm də yiyib içməliyik yaxı. Düzdür. İndi bizə gəlməlidir. Onu gözləyirik. Mən indi ayın axırı gedirəm Amerikaya. 3 ay qalacam. Halleluya. Bərabər qoşulacağıq. Amin. Oldu. Gözləyirəm. Həla, super. Ayın axırında biz gözləyirik ki, bizə gələcək. Amin. Tanrı'nın köməkliyi ilə. Amin.
Danışmış, o barədə Kristina ilə danışmış. Amin. Zaman qardaş, nəsə demək istəyirdin? Mikrofonun sönüb, mikrofonun yanım. Nə əli... Şükürlər olsun Uca Tanrıya. Amin, amin. Amin. Elə bildim zaman əli qaldırdın, elə bildim nəsə söz demək istəyirdin. Amin dedim, amin. Amin, aleluya, Rəbbə izzət olsun. Sizə 4 nəfər baxır, 4 nəfər. Aleluya, aleluya. Hamısına salam söylə, həqiqət nənəyə salam söylə. Mətanət, sən həqiqət nənə, sonra kimdir, dördüncü kimdir? Sənin dostun, Zara. Zara, привет тебе огромное из Агдаша. Благословение тебе. Yaxşı. Zara, привет. Как ты, красавица? Не соскучилась от нас? По нас не соскучилась? Соскучилась? Приезжай. Садись в автобус, приезжай, я приму тебя. Oldu, öpürəm, hamınızı bağrıma basıram. Kimin sözü yoxdursa, sağollaşarım. Sağ olun, salamat. Aleluya, Rəbbə izzət. Oruca girdik artıq. Amin, Elbəniz, xeyirdalısan. Amin. Sağ olun. Bəli. Üzünüm. Bəli. 2 həftədir görüşə bilmirəm, dərsə girə bilməmişəm. Vaxtlarımız bağlı idi bu baxımdan. Yəni, bugün Allah nəsib elədi, gəldi. Mən yersiz əsəbləşirəm, mən nə edeyim? Oruca gir bizdən, özün görəcəksən. Əsəbləşmə, özü idarə elə. Başda bil ki, sən Allahın qızısan, sən Allahda olan Allahsan, hər şey sən əsəbi sən yaradırsan. Sakitçilik də sən. Necə əsəbi yaradırsan, indi əsəbsizliyi yarad. Niyə əsəbləşirsən ki? Sən əsəbləşib bir qarış boyu artıra bilməzsən, İsa deyir. Siz deyir, bir qarış boyunuzu belə artıra bilmirsinizsə, balaca bir işi görə bilmirsinizsə, boyunuzu bir balaca 1 santim artıra bilmirsinizsə, böyük işlər haqqında niyə əsəbləşirsiniz, narahat olursunuz? Doğrudur. Lab əsəbləşib özə eləyəcəksən, nə ehtiyac var? Oğlun nəsə deyir, dinən düz deyirsən, gəldin nəsə deyir, dinən sən laf düz deyirsən, nəvən nəsə deyir, dinən sən düzdən də düz deyirsən, siz dinən hamınız düz deyirsiniz, özün gördürsən, vəziyyət dəyişəcək. İnşallah. Amin. İnşallah. Amin. Oldu, sağ olun, salamat qalın, Möminə bacı, sağ olun, salamat qalın, sağ olun. Aleluya. Yəni, zapisi burada bölməliyik, burada zapis gedir, hətta. Yəni, İzmir, Astanovit, zapis.